Məmmədova Xatirə Müzəffər qızı 23 fevral 1973-cü ildə Xaçmaz rayon Qardaşoba kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1980-1990-cı illərdə Müzəffəroba kənd tam orta məktəbini bitirmiş, 1993-cü ildə Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Arzusu həmişə müəllimə olmaq idi. Lakin ailə vəziyyəti və arzuları ilə əlaqədar institutu yarıda saxlamaq qərarına gəldi. 1999-cu ildə övladlarının kiçik olmasına və mövcud problemlərə baxmayaraq qarşısına məqsəd qoyur və yüksək balla Bakı Sənaye Pedaqoji Kollecinə qəbul olur. 2003-cü ildə ilk dəfə Quba rayon Barlı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamış. 2015-ci ildən isə Xaçmaz rayon Arzu qəsəbəsində tikilən tam orta məktəbdə fəaliyyətini davam etdirmişdi. Dəfələrlə rəhbərlik tərəfindən tərtibnamə almışdı. Daha bir uğuru isə müəllimlərin diaqnostik qiymətləndirilməsində ən yüksək balı 60 balı yığmaq olub. Ailəlidir, 2 övladı var. Hər millətə, hər məzhəbə istiyacı. Çox qürur verici bir haldır. Bu günü bizə yaşatdığınız üçün sizə, İsim layihəsinə və İsim layihəsinin bütün A-dan Z-yə əziyyət çəkən hər bir üzvünə təşəkkür edirəm. Uğurlarınız bol olsun, davamlı olsun və bu görüşümüz inşallah ki, gələn ildə təkrarlansın. Çox sağ olun, təşəkkür edirəm sizə. Respublika üzrə ilin müəllimləri və ilin məktəbləri təltif olunub. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən İsim layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər İsim layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də Müəllimlər günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə İsim metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Təltif olunan müəllimlər İsim metodikasının şagirdlərin inkişafında çox effektiv rol oynadığını və bu metodika vasitəsilə onların potensiallarını daha yaxşı aça bildiklərini vurğulayıblar. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.